Bayramların vazgeçilməz çörəyi, uşaqların sevimli çörəyi, süd çörəyi reseptini təqdim edirəm. Yoğurma qabına 1 stəkan süd, 150 qram yağ, 2 ədəd yumurta, yumurtanın 1 ədəd sarısını üzəri üçün ayırmışam. Maya, yəni duruş, 1 stəkan şəkər tozu. Bunları yaxşı-yaxşı qarışdırırıq. 2 xörək qaşığı qatıq, çay qaşığının ucunda soda əlavə edib qarışdırıram və qarışımı əlavə edirəm. Bunları da yaxşı şəkildə bir-birinə qarışacaq şəkildə əlavə edirəm. Üzərinə un ələyirəm. Unu ələkdən keçirmək vacibdir. Vanil qabartma tozunu da həmçinin unla birgə ələkdən keçirdirəm. Əlavə edirəm. Yumuşaq, ələ yapışan xəmir yoğururuq. Xəmiri hazır olduqdan sonra təxminən 40 dəqiqə müddətində mayalanmaya buraxırıq. Mayalanan xəmiri istəsəniz bir dəfə də yoğurub gözlədə bilərsiniz. Yoğurub gözlədəndə daha mükəmməl olur. Mən bir dəfə etdim, siz 2 dəfə yoğurun, çox qəşəng olur. Xəmiri 2 ədəd kündəyə ayırıram. Hər kündəni isə yayıram. Yaydıqdan sonra yenidən xəmiri təxminən 15 dəqiqə, yarım saat arasında gözlədirəm. Çox böyük kündə tutmayın, çünki şib çox qalın olur. 1 ədəd yumurtanın üzərinə 1 xörək qaşığı süd əlavə edirəm və üzərini yumurta çəkirəm. Çəngəl yardımı ilə görüntü verdikdən sonra ağ küncüt əlavə edirəm. 150 dərəcədə bişməyə buraxıram. Budur bizim yumuşaq süd çörəyimiz hazırdır. Siz də hazırlayın. Sizdə də gözəl alınacaq inşallah ki. Qarşıdan gələn Novruz bayramınız təbrik edirəm. İnşallah bayram hər birimizə sağlıq, ruzi, bərəkət, xoşbəxtlik, sevinç gətirsin. Yeni videolarda görüşənədək hələlik.